Salam hörmətli tamaşaçılar, Xəzər xəbərin bugünə olan ilk buraxılışı ilə qarşınızdayıq. Bakıdan Rusiyanın Qrozno şəhərinə uçan Azala məxsus təyyarənin Qazaxıstanın Aktau hava limanı yaxınlığında qəzaya uğramasından bir il ötür. Təyyarə Qrozno yaxınlığında vurulduqdan sonra Aktauya üst tutub pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirib. Hadisə nəticəsində 38 nəfər dünyasını dəyişib. 29 nəfərin həyatını xilas etmək mümkün olub. Qəzanın səbəblərini araşdıran komissiyanın ilkin hesabatında da təyyarəyə Rusiya ərazisində müdaxilə olunduğu öz əksini tapıb. Prezident İlham Əliyev Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinə məxsus Embraer 190 təyyarəsinin qəzaya uğramasının birinci il dönümü ilə bağlı sosial media hesablarında paylaşım edib. Hazırda həmin paylaşımı təqdim edirik. Birinci vitse-prezident Mehriban Əliyeva da Azala məxsus təyyarənin qəzaya uğramasının birinci il dönümü ilə bağlı sosial media hesablarında paylaşım edib. Təyyarə faciəsinin il dönümü ilə bağlı 2-ci Fəxri Xiyabanda ekipaj üzvləri milli qəhrəmanlar Hökümə Əliyeva, İqor Kışnyakin və Aleksandr Kalyanovun məzarları ziyarət edilib. Mərasimdə Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri Rəşad Nəbiyev, Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Samir Rızayev və şirkətin əməkdaşları, mərhumların ailə üzvləri iştirak ediblər. Yaxınları heyət üzvlərinin qəhrəmanlıqlarından, işi ilə yanaşı yaxınlarına olan sevgidən danışıblar. Hökümə xanım elə bir xanımıdır ki, yəni heç kimin işinə qarışıb seçilməzdi, öz işinlə məşğul olardı. Həmişə Bakını severdi, elə Bakıya da qismət oldu. Amma cavan getdi, böyük ağır itkidə, nə deyək? Прошел какая-то черная полоса. Hər şey anidən oldu. Qara zolaq kimi idi. Bir gün əvvəl isə həmişəki kimi adi günlərdən biri idi. Biz gündəlik işlərimizi görürdük. Belə fəlakətin ola biləcəyi ağlıma gəlməzdi. Hətta heç nə hiss etməmişdim. Делами. Euronews telekanalında Azala məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhərinin yaxınlığında qəzaya uğramasının il dönümü ilə bağlı material yayımlanıb. Euronewsun materialında Azərbaycanın qəza ilə bağlı mövqeyi, hadisə zamanı sağ qalanların ifadələri və digər məsələlər öz əksini tapıb. Qeyd olunub ki, Azərbaycan prezidenti istintaq nəticələrinə və şahid ifadələrinə əsaslanaraq məsələdə Rusiyanın məsuliyyət daşıdığını təkidlə vurğulayıb və nəticədə Rusiya prezidenti ölkəsinin faciədəki rolunu etiraf edib. Sözügedən hadisədə həlak olan pilotların qəhrəmanlığı daha çox insan tələfatının qarşısını aldı deyə sujetdə qeyd olunub. Həmçinin vurğulanıb ki, qəzadan bir gün sonra Azərbaycan rəsmiləri Euronewsa verdikləri açıqlamada pilotların müraciətinə baxmayaraq Rusiyanın Azərbaycan təyyarəsinə heç bir hava limanına eniş icazəsi vermədiyini və təyyarənin Xəzər dənizi üzərindən Qazaxıstan istiqamətində uçmağa məcbur olduğunu deyiblər. Hadisədən təxminən bir il sonra Rusiya prezidenti ölkəsinin hava hücumundan müdafiə sistemlərinin Qrozno üzərində Ukrayna dronlarını hədəfə aldığını və nəticədə Azərbaycan təyyarəsinin vurulmasında məsuliyyət daşıdıqlarını etiraf edib. Kompensasiya təklif edilib deyə materialda qeyd olunub. Qaradağda marşrut avtobusu ağır qəzaya düşüb, 2 nəfər ölüb, 9 nəfər xəsarət alıb. Hadisə səhər saatlarında Bakı-Qazax magistralının Qaradağ rayon ərazisindən keçən hissəsində baş verib. Sərnişin daşıma fəaliyyəti göstərən 122 sayılı marşrut avtobusu qəza törədib. İlkin məlumata görə hadisə nəticəsində avtobusda olan sərnişinlərdən ikisi həyatını itirib, 9 nəfər xəsarət alıb. Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə xilas edicilər cəlb edilib. Əməliyyat tədbirləri nəticəsində avtobusda sıxılı vəziyyətdə qalmış 2 nəfər xilas edilib, bir qadının meyidi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Təbibdən isə bildirilib ki, hadisə nəticəsində ölənlərdən biri kişi, biri isə qadındır. Hadisə yerində xəsarət alan 9 nəfərə zəruri tibbi xidmət göstərilib və kliniki tibbi mərkəzə hospitalizasiya olunub. Baş Dövlət Yol Polisi İdarəsi də Qaradağ rayonu ərazisində qeydə alınan yol nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb. İdarədən verilən məlumata görə bugün saat 9 radələrində, səhər 9 radələrində Bakı-Qazax yolunun 46-cı kilometrliyində Suzuki markalı avtobus qarşıda gedən Mercedes markalı avtobusa çırpılıb. Ölənlər qarşıdakı avtobusdan olanlardır. Faktla bağlı cinayət işi də başlanılıb, istintaq hərəkətləri davam etdirilir. Sabirabadda kombaynın kanalı aşması ölümlə nəticələnib. Hadisə rayonun Sarxanbəyli kəndində baş verib. Kənd sakini 37 yaşlı Nurlan Kərimovun idarə etdiyi pambıq yığan kombayn kəndin ərazisindəki Milmuğan dren kollektorun üzərindəki körpüdən keçmək istəyib. Bu zaman körpü uçub və kombayn kanalı aşıb. Sürücü hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır. Son dövrlərdə sosial şəbəkələrdə, xüsusilə TikTok platformasında onlayn mağaza adı altında fəaliyyət göstərən ayrı-ayrı səhifələr vasitəsilə vətəndaşların aldadılması, əvvəlcədən ödəniş etdikdən sonra pul vəsaitlərinin mənimsənilməsi halları qeydə alınıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bu cür səhifələr əsasən yeni il ərəfəsində daha aktiv fəaliyyət göstərir. Xüsusi bayram endirimi, məhdud sayda məhsul, yalnız bu gün üçün kampaniya kimi cəlbedici elan və paylaşımlar vasitəsilə vətəndaşların diqqətini cəlb etməyə çalışırlar. Sifariş qəbul edildikdən sonra isə məhsullar göndərilmir, səhifələr deaktiv edilir və ya vətəndaşlarla əlaqə tamamilə kəsilir. Kiber dələduzluq hallarının qarşısının alınması və pul vəsaitlərinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə vətəndaşlara tövsiyə edilir ki, tanımadığınız rəsmi qeydiyyatı və etibarlılığı şübhə doğuran səhifələr vasitəsilə alış-veriş etməyin, məhsulu faktiki olaraq görmədən və satıcının etibarlılığından əmin olmadan təqdim edilən bank kartlarına əvvəlcədən pul köçürməyin, şəxsi məlumatlarınızı, bank kartı rekvizitlərini, kartın üzərindəki CVV, CVC kodunu və birdəfəlik təsdiq şifrələrini üçüncü şəxslərə paylaşmayın. Alış-veriş zamanı yalnız rəsmi sayt və platformalardan ödəniş təhlükəsizliyinin təmin olunduğu sistemlərdən istifadə edin deyə müraciətdə qeyd olunub. Sosial şəbəkələrdən istifadə zamanı daha diqqətli olmaq, şübhəli elan və səhifələrə qarşı ehtiyatlı davranmaq, qeyd olunan hallarla üzləşdikdə dərhal polisə müraciət etməyi tövsiyə olunur. Bir elanda iş imkanı, bir klikdə ödənişsiz Wi-Fi, bir e-poçta maaş artımı, bir paylaşımda sərfəli kampaniya. Kiber təhlükələr çox vaxt ən güvəndiyimiz yerlərdə qarşımıza çıxır. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında elektron təhlükəsizlik xidməti tərəfindən təhlükə hər yerdədir devizi ilə hazırlanmış maarifləndirici videoda bu cür kiber təhlükələrlə bağlı xəbərdarlıq edilir. Mərkəzi Bankın sədri Talih Kazımovun imzasının əks olunduğu yenilənmiş 50 manatlıq kağız pul nişanları bugündən tədavülə buraxılır. Mərkəzi Bankın məlumatına görə imza pul nişanının ön tərəfindən sol yuxarı küncdə təsvir edilib. Kağız pul nişanının üzərində həmçinin 2025 istehsal ili əks olunub. Yenilənmiş 50 manatlıq əskinazın digər dizayn elementləri və texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı kağız pul nişanına müvafiq olaraq dəyişməz saxlanılıb. Yenilənmiş 50 manatlıq kağız pul nişanı hazırda tədavüldə olanlarla paralel şəkildə dövriyyədə olacaq. Davam edirik, hörmətli tamaşaçılar. Yevlaxda 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və yeni il münasibəti ilə konsert proqramı təşkil olunub. Konsert Yevlax şəhər icra hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev sarayının qarşısında keçirilib. Bayram konsertində şəhər icra hakimiyyətinin başçısı Anar Tağıyev, rayonun hüquq mühafizə orqanlarının idarə və müəssisələrinin rəhbərləri, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin kollektivləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları,
Samara rayon icra hakimiyyətinin rayon ictimaiyyətinin nümayəndələri və sakinlər iştirak ediblər. Konsertdə ümummilli lider Heydər Əliyevin rəhbərliyi və təşəbbüsü ilə 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi günü kimi təsis edilməsindən Ulu Öndərin Dünya Azərbaycanlılarının həmrəyliyinə verdiyi önəmdən bəhs edilib. Həmçinin qeyd olunub ki, xalqın gücü onun birliyində və həmrəyliyindədir. Maraqlı ifalar yeni ilin personajları olan Şaxta Baba və Qar qızın uşaqlarla birgə rəqs etməsi sakinlər tərəfindən böyük coşqu və sevgi ilə qarşılanıb. Konsertin sonunda atəş və şanlıq olub. Bir hörmətli tamaşaçılar, saat əsas xəbərlərini təqdim etdik. Saat 18-də isə yenidən görüşəcəyik.